Buyurun. 76-cı sualda problem olubmu bizdə? Biz bu sual haqqında sizlə danışmışdıq. Necə danışmışdıq? Dedik ki, biri var bucağın qonşu bucağı və yaxud da hər hansı bir bucağın qonşu bucağı. O zaman qonşu bucaq yaranırdı harda? Açıq bucağın bölünmüş hissəsində. Burada bir alfa və beta bucaqları alınırdı. Biz bunlara deyirik qonşu bucaqlar və qonşu bucaqların cəmi bizə verir nə qədər? 180 dərəcə. 180. Amma sualda cavab et. Gör nə soruşur səndən. Deyir ki, bucağa qonşu olan iki bucağın cəmi. Bucağa qonşu olan iki bucaq yaranır düz xətlərin kəsişməsində. Və bu həmin alfa bucağı durub burada. Alfa bucağına qonşu olan iki bucaq bir bunun sağındadır, bir də bunun solunda. Bir də deyirik. Alfa bucağına qonşu olan iki bucağın söhbət gedirsə, onun sağında və solunda olan bucaqlardır. Bu hansı bucaqlardır? Bu ikisi hansı bucaqlardır? Qarşılıqlı bucaqlar. Qarşılıqlı bucaqlar. Yəni bir-birinə bərabərdir. Əgər bura bir betadırsa, mütləq bu da bir betadır. Bu da betadır. Əgər alfa bucağına qonşu olan iki bucaq deyirsə, bax, yaranan mənzərə bu mənzərədir. Və həmin bucaqların cəmi 250 deyir. 250 beta, 250 deyir bizə. Onda beta 125-dir. Və beta bucağı 125-dirsə, onda alfa bucağı 55-dir. Bizə həmin bucağı istəyir. Alfa bucağı istəyir, 55 dərəcə. Olmadı. Oldu müəllim. Oldu müəllim. Keçdik sual 80-ə. 80-ə qədər Fatimə danışla quzu kəsin. Sualın var mı? 78 müəllim. Aycan? 78. 78-ə baxaq. Biri digərinin yarısına bərabər olan iki bucağın fərqi 33-dür. Bax Fatimə. İki dənə bucaq var. Deyir ki, biri digərinin yarısıdır. Yəni biri x-dirsə, o birisi nə qədərdir? 2x. Yarısıdır da. Və bu bucaqların fərqi 33-dür. Onun x 33-dür. Əgər Fatimə x 33-dürsə, onda qızım bu nə qədərdir? 66. Bir bu bucaqların cəmini tap. Cəmini tap da. Bunlar nə qədər? 99. 99. Bilmədin mi Fatimə? Bildim müəllim, aydındır. Çox xahiş edirəm sualların keçmə. Yaxşımı? Yəni qayıdıb baxmağa hazırıq. Amma sual üstündən keçməyin. Sual 80. Yazmısınız? Müəllim. Səhv deyən kim idi? Mən. Sən kim oldun? Naytavan. Naytavan, hə. Biraz ekran çox kiçik qoymuşam. Naytavan, bax, belə bir xahisə demişdik ki, ayda, Naytavan, doğrudan mən Alagözlə danışmadım, hə? Bəli, müəllim. Ayda. Yazdı, baxmadı. Eləmişsən, Allah. İnan ki, o qədər valideyn cavab verirəm, o qədər həm də bu dərslər həddən çoxdur. Yəni yay boyunca bax səhərdən 3 dərs keçmişəm. İndisidən sonra gələn 2 dənə hazırlıq var. Demək nədir burada? Bura 43 dərəcədir. Bu 70-dir. Deyir x-i tap. Biz belə bir şərt qoymuşduq ki, bu paralel düz xətlərdə bunları görürük mü? Məsələn, lap belə zigzaqlar var. Fərqi yox. Sağdakı bucaqların cəmi, soldakı bucaqların cəmi nə idi? Bərabər. Bərabər. Burada 43, bu da x-dir. 43 dərəcə ilə x-in cəmi 70 dərəcəyə bərabərdir. X bərabərdir 27. Bilmədin, Naytavan? Bildim müəllim. Aha. Yəni, baxaq, sual... 80-də baxarsınız. Baş üstə, niyə baxmayaq ki? 81. 81-də olan, bilirsən hansı sualdır? Biz şərt qoymuşduq, uyğun tərəfləri perpendikulyar. Nə cür demişdik? Uyğun tərəfləri perpendikulyar ya da paralel. Fərq etmir bizim. Hər iki hal ola bilər. Bunların uyğun tərəfləri perpendikulyardır. Ya bunlar eyni adlı olurdu. Yəni, nə deməkdir? Hər ikisi 2 və hər ikisi 2. Eyni adlı olanlar bir-birinə. Eyni adlı olan nə baş verir? Cavab et. Bir-birinə bərabər olur. Bəs müxtəlif adlı olanda? Mən biri alfa, biri beta. Müxtəlif adlı olanlar. Müxtəlif adlı olanlar bir-birinə bərabər olmur. Yəni nə baş verdi? Biri mənim 2 bucaq, biri bucaq, biri çor bucaq. Və cəmi nə verirdi? 180. Bax. Uyğun tərəfi paralel ya da perpendikulyar. Fərq etmirdi.
Bucaqlar əgər eyni adlıdırsa, onda bir-birinə bərabər. Yox, müxtəlif adlıdırsa, cəmi nə qədər olurdu? 180. 180. İndi baxın, buradakı bucaqlar 180. eyni adlıdır. Niyə? Hər ikisi bucaqdır. Onda bunlar bir-birinə bərabərdir. Əgər bu ikisinin Bərabər. cəmi 60-dırsa, hər ikisi nə qədərdir, qardaş? 30. 30. 30. Bu 30-dur. Bu 90-dır. Bura nə qədər qalır? 60. Bax, x 60. bucağı 60-dır. Sənə deyir ki, x minus bettanı tap. Yəni 60 minus 30. Cavab olacaq 30. 30'dur. Bərabər də 30. 30 müəllim. Buyurun, sual. Seksen yedi. 87 müəllim. 87 müəllim. 87. 87-dən əvvələ mənim burada suallarım var. Məsələn, mən 83-ə baxacağam. 85. Və 83-cü sualı mənə izah edəcək burada kim? Məsəl üçün Dərya. Dərya buyur. Mənim 83-də deyir ki, saatın saniyəyə görə bir 20 saniyədə neçə dərəcə dönür? Mənim 360 dərəcə, yəni məsəl üçün 12 ilə 1-in arasında 30 dərəcədirsə bu 360 eləyir. Bunu da bölürük 12-yə, o deyir 30. Belə deyək də, saatın saniyə qrafiyi 1 dəqiqədə, yəni 60 saniyədə tam dövr eləyir. Nə qədər? 360 dərəcə. Bax, burada başlayır 60 saniyə ərzində bir dənə tam dövr eləyir. Nə qədər dönür? 360 dərəcə. 360. Bəs 20 saniyədə nə qədər dönər? X dərəcə. Tənasüb keçmişik? Keçmişik. X bərabər olacaq neçə? 20 vurulsun 360 bölünsün 60. 120 dərəcə. 120 edir cavab. 20. Aydındır. Bəli, Bu daha yaxşı olar. İndi mən 85-ə baxacağam. 85-də 2 paralel düz xətt var. Bu da 2 paralel düz xəttdir. A ilə B paraleldir. C ilə də D paraleldir. Eşitmə dedin sən bir dedin? Xarici bir tərəfli bucaqlar. Bilmirəm. Bax, bu bucaq 5x-dirsə, bu bucaq da 5x-dir. Niyə? Bunlar bucaqlar bir-birinə uyğun bucaqlar. Bərabər. Hər ikisi kör bucaqlar bir-birinə bərabər. Bu, bax bu düz xəttlər bir-birinə paralel olduğuna görə, bu da onu kəsən olduğuna görə, burada olan bucaqlar var. 5x, bu nədir? 4x. Görürsən? Bunlar xarici tərəfli bucaqlardır. Biri iti bucaqdır, biri kör bucaq. Mütləq bunların cəmi nə qədərdir? 180. 180 bərabərdir 20. Bizən x istəyir. Bərabər. Olar mı? Olur mu? Olanlar. 87 müəllim. Baxaq. 87. Ancaq səbrin olsun, baxacaq. Demək, A bucağı 80. C bucağı 30. İndi baxın. Burada AB xətti ilə CD xətti bir-birine paralel. Paraleldirsə 30 ilə bura bir-birinə bərabər. Niyə? Daxili çarpazdır. Bu 80-dirsə, bu da 80-dir. Niyə? Daxili çarpaz. Çarpaz. 30, 80, edir 110. Onda bura nə qədər qalır? 70. Bura nə qədər qalır? Axı üst bucağın daxil bucaqlarının cəmi sənə 360 dərəcə verməlidir, elə deyilmi? Bəli. D bucağı var, D bucağı burada nə qədərdir? 80 dərəcə. Mən misalda sənə deyib ki, 6x minus 4-ə bərabərdir. Həll etsək 6x keçir bucaq olur 84, x bərabərdir 14-ə. 4. X 14. Gəl tapaq y-i. Y nəyə bərabərdir? B bucağına. Ona y nə qədərdir? 30. Bizdən də y minus x istəyir, cavab olacaq 16 dərəcə. 6 müəllim. Aydın olmadı? Aydındır. Aydındır müəllim. Davam edək. 89.
90 müəllim. 90. Əvvəl baxacaq 89-a. Sonra, mənim səsimdə qırılma olmuş ki, səsim sərbəst gəlmir sizə ümumiyyətlə. Zəif gəlir Bəli, müəllim. müəllim. Zəif gəldi. Qırılma yoxdur. Səs zəif gəlir. Qırılma yoxdur. Yəni, nədən sənin internet problemi? Çünki interneti mən tez-tez dəyişməyə çalışıram. Mesela birdən soruşan görüm. Allah, internetin əlini çatan qədərindən maksimum eləməyə çalışmışıq ki, kəsilmə olmasın. Əvvəllər olurdu. Sual 89-a baxırıq. Uyğun tərəfləri perpendikulär olan iki bucaqdan biri 94'dür. Uyğun tərəf perpendikulyardırsa, bunun biri alfadırsa, biri betadırsa. Birinci hal. Ya alfa, betya bərabər deyil. Yəni biri 94'dürsə, o birisi 94'dür. İkinci hal. Biri alfadır, biri betadırsa, bunların cəmi 180. 180. Yəni biri 94'dürsə, o birisi 76'dır. 76. Yox, 76 yox, bağışlayın. 86. 86 var. Aha. Yəni deyir ki, ikinci bucaq kör bucaqdır. Onda bu deyil. Çünki bunun birinci bucağı kördür, ikincisi iti bucaqdır. Axı, bu bucaqdır. Onda bu imiş. 94, 94. Bəli. Aydındır. Bəli, müəllim. Bəli. Müəllim. Sual baxırıq 90-a. Uzunluğu 50 olan parça 3 müxtəlif hissəyə bölünür. 3 müxtəlif hissəyə bölürük. Nə qədər də bilmirik. Amma bir dənə bildiyimiz odur ki, ümumi parçanın uzunluğu nə qədərdir? 50 santimetrdir. 50. Ortadakı parçanın, bu hissənin deyil, uzunluğu 18'dir. Yaxşı, yazdım bura 18. Diğer kənarların ortasını birləşdirsək, bax, bununla bunun ortasını birləşdirsək. Kənarların ortasını birləşdirəndə burada olacaq x, burada olacaq nə? X. Məsələn də 2 bərabər hissəyə bölün, amma nə qədər də bilmirəm. Məsəl üçün, bura olsun y, bura olsun nə qədər? Y. Bu da yarı bölünür, görürsünüz. İndi kənarların ortasını birləşdirsək, buradan x gəldi, ortada 18 gəldi, buradan y gəldi. Nə qədərdir? 50. 50. Deyir məsələn, 50 deyil axı, insafsızlar. 50-nin hansındadır? Bütöv 2x üstə və bütöv nə? 2y plus 18 nəyə bərabərdir bütöv? 50-yə. 50. 2x plus 2y 18 çəksə bu da neçə olar? 32 olar. Müəllim 25. 50. Hamısında 2-yə 32. bölsək x plus y neçə olar? 16 olar mı? Bəli. Bizə deyir ki, bu hissəni tapaq. X plus 18 plus y. 16 sınıf X-dən y-in cəmi 16 16 plus 18 olacaq neçə? 34. 30. 4. Aydın olmadı yenə. 34. Aydın. Oldu müəllim. Oldu. Sualı saxlamayın. Buyurun, eşidirəm. 93. 93 müəllim. 92, Mən 93. 92 nədir? Eyni sualdır qızım. Hansısa birinə baxaq. Fərqi var. 92-yə baxın məsələn. Eyni sual olmuşsa. Mən 92 mən fərqli bir dənə baxacağam. Eyni sualdır. Müstəvi üzərində açıq bucağın təpəsindən bir yarım müstəvidə yerləşən 3 şüa keçirilmişdir. Bu açıq bucaq. Görürsən, Aytavan? 3 dənə şüa keçirdik. 1, 2, 3. Açıq bucaqdan 3 dənə şüa keçirdik. 1, 2, 3. Burada neçə dənə bucaq aldı? Kim deyə bilər? Dörd dənə müəllim. Asaqda olan nəyəsən? Şu bucaqların sayı düsturu nə idi? M vurulsun, M-1. En vurulsun, en kısası 1. 1, 2, 3, 4, 5. 5 tane şua var. 5 vurulsun 4 bölü 2. 10 tane bucaq var mı qardaş? 10 Parça. tane. Düzmü saydıq ha? 10 tane də müəllim. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, yəqin ki 10 tane. Aha. İndi 10 dənə bucaqdan bir dənəsi açıq bucaqdır, görürsən? Onda qalan 9 dənəsi 5-dən kiçikdir. Məsələn, bax, 1, 2, 3, 4,
buradan bura 5, buradan bura 6, buradan bura 7, buradan bura 8, buradan bura 9. Aydın olmadı? Aydındır. Aydındır müəllim. Davam edək. Aydındırsa nə gözəl. Sual. 94. 94. Bəli, 94 baxılacaq sualdır. Bundan keçmək olmaz. A və B paraleldir. Paralelcə yazaq. Bu da bunu kəsən xətt. Bu x bucağıdır. Bura alfadır. Bura 2 alfadır. İndi sizə bir sual verir. Deyir, bu S düz xəttdə bura perpendikulyardır, eləmi? Bu da 90-da, eləmi? Onda belə çıxır ki, alfa ilə 2 alfanın cəmi nə qədərdir? 90. 90. Elə deyil. 3 alfa böl. Onda alfa nə qədərdir? 30. 30. 30. Kişi alfa 30-dursa onda bu da 30-dur. Niyə? Axı qarşılığı bucaqlardır, hə? Qarşılıqlı deməlim. 30 Qarşılıqlı onda x bucaqlar nə bərabər. qədərdir? 150. 150. Axı 150. daxili bir tərəfli bucaqların cəmi 180 dərəcə verir. Olar? Bəli. Bir dənə gözləyim. Davam edək. Bəli. Bəli müəllim. 95 eyni sualdır, görürsünüz yəqin. 96. Sıxıntı var mı? 96. Eşidirəm. 97 müəllim. Sanki 6 eşitdim mən. Kimsə qızansız deyil. Ben 96 mən 96 yazmışam. mənim. Gəlin baxaq 96. 96 müəllim. Varsa baxaq. Bir alfa və beta qarşılıqlı bucaqların cəmi 100-dür. Bax, iki düz xətt kəsişir, qardaş. Burada bir alfa yaranır, burada bir beta yaranır. Eləmi? Alfa və beta bir-birə nədir? Bərabər. Və cəmi 100-dürsə, onda bunun hər biri nə qədərdir? 50. 50. İndi sənə deyir ki, alfa 5-də 1 alfa plus 4-də 3 beta. Alfanın 5-də 1 vurulsun neçə? 50 plus 4-də 3 vurulsun 50. İndi görün, birinci eləyər 10, obsu da eləyər 150 bölünsün 4. Neçə eləyər? 37. Bu da 75 müəllim. 36,8 eləyir müəllim. 150-ni 4-ə bölsəm 120 30 dəfə qalır 30. 7 dəfə. Eğer 37,5. Bəsən belə deyir. 37,6. O deyir 47,5 məncə belə deyir, yaxşı olar. Bəli müəllim elə. 42,5. 47-dən. 47,5. Olar ki, şifasəli, ancaq belədir. Keçdiyimiz sual 97 və 98. 98-ə baxa bilərəm mən. Yəni, baxmayaq. A düz bucaq, B kör bucaq. Aha. Əgər A düz bucaqsa, qiyməti nə qədərdir? 90. 90. B kör bucaq. Kör bucağın qiyməti nə qədərdir? 90-dan böyükdür. Böyük 180-dan kiçik. Əla. Yazıq bucaq B, çıxaq bucaq A, yəni nə qədər? 90. 90. Plus bucaq C. Nə qədərdir? 260. Bu 90 keçək bu tərəfə. Bucaq B plus bucaq C onlar 350-dən deyəsən. Bəli. 350. Bəli. 13 əcək, tamam. İndi C-nin ala biləcəyi ən kiçik. Baxın, C ən kiçik olması üçün B nə olmalıdır? Ən böyük. Ən böyük. Yüz B ən yetmiş çox doqquz. ola bilər. A yaşa 170. Axı B kör bucaqdır. Kör bucaq tam qiyməti Bəli, bəli. 109 ola bilər, tam qiyməti. 179 Plus var. bucaq C bərabərdir 350. Onda bucaq C-nin ən kiçik olacaq 350 çıxan 179. 171.
170. 171 edir. 71. 71. Olar. Olar Bəli. müəllim. Olar müəllim. Tamam, getdik. Müəllim Yəqin 99. 99'a baxacaq ha. Çox böyük ehtimal. Baxırıq sual 99'a. Burada B və C bir-birinə paralel. Güzel. Təzədən bu xəttlə də, bu xətti görürsünüz. Bu Bəli. xətt, daha sonra B ilə Y paraleldir, bu Y-dir. Bunlar da bir-birinə paraleldir. Eyni zamanda bunlar da mən rəhləri fərqləndirim. Bax, bu qırmızılar bir-birinə nədir? Paraleldir. Bu iki kardeşin bir-birinə burada paraleldir. Bu qarada özünə paraleldir. Problem var? Xeyr. Xeyr. Getdik. Xeyr müəllim. İndi deyir ki, bu bucaq 30 dərəcədir. Bura 70'dir. 30-70, bura nə qalır? 40. Şərt qoymuşdur ya, sağın cəmi, solun cəmi. 100. 30'dan 40'ın cəmi 70'ə bərabərdir. Deyir bala, 30'dan üstə 40 veya 70'ə də. Bəli. İndi bura qamma bucağı deyir. Bura beta demişdi. Tapdıq ki, beta neçədir? 40'dır. 40. İndi tapacağıq qamma ilə nəyi? Alfanı. Aslında. İndi sən Alfa. fikir ver. Bu düz xəttlər bir-birinə paraleldirsə, bax, bu düz xəttlə, bu düz xətt düzdür. Bu 70'dirsə, onda burada bütöv neçə olmalıdır? 70. 70. Daxili. 70. 40'dadırsa alfaya nə qədər qalıb? 30. 30. Bilirsiniz nə demək istəyir? Bax, bu bucaq 70'dirsə, onda bu bucaq da 70'dir. Daxili çarpaz. 70'in 40'ı burada olsun, qalıb bura. Oldu yoxsa yox? Gəlin keçək qamma. Oldu. Qamma da bu xəttlə bu xətt yenə nədir? Paralel. Paralel. Bura Paralel. 70'dirsə, Paralel. qardaş, burada 70'dir. Niyə? Daxili çarpaz. Çarpaz. 70'in də 30'u bu arada bura qalıb nə qədər? 40. 40. Bilmədiniz deyəsən. Bildik müəllim. Bildik. Davam edək. Yəni sonra topu çıxırdan zirək edirik. 100. 120 sm uzunluğunda olan parça 3 bərabər hissəyə bölünmüşdür. 40, 40, 40. Başlanğıc nöqtə ilə sonuncun ortasını birləşdirsək, bunun başlanğıcı ilə sonuncun ortasını birləşdirsək. Ay qızım, bura nə qədərdir? 40. Bura nə qədərdir? 40. Bunun da ortası bunu bölüb 20 də, plus 20. 100 də nə istəyirsən? 100. 100'ün cavabı 100. Bilmədik. Bildik müəllim. Davam edək, buyurun. Qoşulma istəyən kimdir ki? 102. Ən son qoşulan kim idi? İndi qoşduq. Mən Natvan'dır. Nə oldu Naytava? Ne O telefon bir dəyişdi? telefon tərəfəsi öldü. Ona görə bu telefona qoşuldum. Bəs nəcər? Mənim şagirdlərim var ki, səhər tezdən telefonu zəyəkliyə qoyur, telefonu silir, tozla təmizləyib, axşam dərsini olacaq. Mənim telefonum deyil də, bacım telefonundan Elə öncə mi? o baxır. Davam edək. Sual. Məncə bu 102-yə biz baxmalıyıq. Bəli. Onu deyil. 102-də 107 yazıram ha. Deyir ki, AB parçası, baba yazıram. A, B parçası. Üzərində elə bir nöqtə var ki, məsəl üçün baba yazaq bu, biz C yazaq. Həmin nöqtə
Bu parçanı iki hissəyə bölür. Bu və bu. Gördünüz? Deyir, bunların biri obisin 26% olur. Məsələn, buraya qədər x-dirsə, x-in 26% neçə eləyir? 0,26. 26% 26 üzrə bölür, 126 deməkdir də. İndi deyir, həmin hissələrin fərqi, yəni böyük hissə ilə kiçik hissənin fərqi x minus 0,126x 74-ə bərabərdir. 0,74x 74-dürsə, x-in qiyməti 100-dür. Onda bura 100-dür, onda bura 24. Onda məsafə nə qədərdir? 124. 24. Aydınmadı? Oldu müəllim. Aydın müəllim. Davam edək. 105. Məryəm, cavab 124 deyil axı. 126 olmalı deməlim deyəsən. Bəli. 124 yazmalıdır, 26 yazmalısın. Burada 26 məsələn yazmışam, görürsən? 24 24 bəli. yazmışsınız. Olar. Bir anlığa pişirin yayında olsun, olar ki. Cavab neçə olacaq? Bizdən bütövüz deyil. 126. 126. Olsun da 26 mənim. Sağ olun, diqqətinizə görə. Davam eləyək. 105. Neçə? 105. 5. 105. Bu 3 ilə 4-ü yəqin bilirsiniz də, sağdakı buzaqlancağımız sol və s. Ha? Baxancam. Bəli, müəllim. Baha 105. O S şüası A, O, B bucağın tərəfləri arasından keçir. Və bir dənə yazdıq. A, O, B bucağı. Görürsünüz? Burada bir dənə O, S şüası keçirəm bucağın arasından. A, O, B bucağından bir dənə O, S şüasını keçirəm. Yəqin bunu gördünüz. Sənə deyir ki, bu bucaqlar A, O, S, B, O, S 3-ün 4-dədir. Bura 3K-sa, bura nə qədərdir? 4K. 4K. Və BOC-nin qiyməti 22-dir. 22 olarsa. Elə. Əgər 4K 22-dirsə, K neçədir qağa? 5,5. Onda bucaq AOC var, onun qiyməti nə qədərdir? Görürsünüz? 3K. Yəni 3 vurulsun 5,5. Eləyər 16,5. Yazdım bura neçə? 16,5. 16,5. Onda buradan bura bu bucaq nə qədərdir? 22 və 16. 38,5. Olar? 8,5. Bəli. Davam edirik. Buyurun. Sual. Mənim 106. 106 müəllim. 106 müəllim. 106 A, O, B'dir. Burada bir dənə Y, F var. C, D Bir var. də S, D. D var. Deyir E, O, B. E, O, B. Yəni, bax. Bu hissə 110'dur. Bu hissə 110'sa, onda bu hissə nə qədər bilirsiniz? 70. Niyə? Çünki buradan bura bir dənə bütövlən var. Açıq bucaq var. Cəm olmalı nə qədər? 180 dərəcə. Əgər buradan bura 110'dursa, onda buradan bura qalacaq 70 dərəcə. Hə? Və sonra deyir B, O, yeri hara oxuyam mən. Sonra deyir ki, F, O, D. F, O, D. Bax, bu hissə. 46'da. Sonra E, O,
Mən hərfi yeni təkrarlamışam, görürsünüz. Siz nə? B-ni aşağı yazmışam. Bir də şəkil çəkirik. Bir də bunu belə yazanda bax, A buradadır, C bu xətdir, E budur, bu B-dir. Mən bayaq B-ni aşağı yazmışdım, aşağı götürmüşdüm. D, bu neçədir? F. F. İndi bir dəqiqə sual diqqətənizdən baxaq. Deməli, şərtdə deyir ki, E, O, B. Bax, E, O, B. Bu hissə 110 imiş. Biz bayaq hanı götürmüşdük, buranı O götürmüşdük. bir səbəb Hə. 70. Yox, bura bütöv getmişdi, bütöv. Sonra deyir ki, F, O, D. Bura neçədir? 46. 46. Bu 46-dırsa, bu da 46-dır. Niyə? Axı bunlar bilirsizlər, qarşı bucaqlar. Ay. İndi buradan bura bütöv nə qədərdir? Açıq bucaq. Nə qədər olmalıdır? 180. 80. AOS bucağı A, OS bir X-dirsə, X 46 və 110 cəmi 180. 80'dir. Aha. X neçədir? 54. Mən X 24. Ay sağ ol. 24. Onlar mənim. Biz bayaqları Var. B-ni buraya yazmışdıq ya, buranı bütöv götürmüşdük. Aha. Davam edirik. Sual. 108. 108. Uyğun tərəfi paralel. Yenə qayıdırıq. Yenə eyni şeydən danışırıq. Uyğun tərəfi paraleldirsə, nə baş verir? Ya da perpendikulyardırsa, ya bir-birinə bərabərdir, ya cəmi 180. Sanki bucağın biri alfadır, biri beta. Deyir, bunların fərqi neçədir? 40. Onda bunlar bir-birinə bərabər deyil. Bərabər olsa fərqi 0 eləyərdi də. Bərabər deyilsə, onun mütləq bunların cəmi nə qədər olmalıdır? 180. Yenə məntiqin başı. Biz bunu tutamırıq söhbəti. Sual verən kimi... Betalar gedir. Müəllim. Sual verən, yox, sual həllini keçməyə əvvəlcə. Sual verən kim idi? Mən müəllim. Yəni... Fatimə? Fatıma. Hə, Fatimə, bir də qayıtıqlara geçək falan. Uyğun tərəfi paraleldir, ya da uyğun tərəfi perpendikulyardır. Bunun sadəxli yoxdur. Yəni, hər iki halda ödənilir. Var, eyni adlı bucaqlar. Yəni, hər ikisi iti, hər ikisi kör. Onda bunlar bir-birinə nə olur? Bir də var, müxtəlif Bərabər adlı. olur. Bir də var, müxtəlif adlı. Yəni, bir iti, Bir bir kör. kör. Onda bunların cəmi olmalı nə qədər? 180 dərəcə. 180. Baxın, şərtə baxırsan, deyir, uyğun tərəfi paralel olan bucaqların, ücret dursan fikrində, ya bərabər ya cəmi 80. İkisindən biridir. Fərqi 40-dır. Fərqi 40-dırsa, onda bunlar bir-birinə bərabər Deyirlər. deyil. Müxtəlifdir müəllim. Fərqi müxtəlif ki, fərqi. Yəni, sıfır cavab fərqi 0. Onda cəmi 180-dir. Nə istəyirsən ki? Aydın olmadı. Oldu müəllim. Bu qədər sistemi toplasaq, qalacaq 2 alfa, 220, alfa bərabər 110. Bunun biri 110-dursa, onda o birisi 70-dir. Həqiqətən, cəmisi fərqi də 40 verir sənə. Olarmı? Olar müəllim, sağ olun, başa düşün. Sən də sağ ol. Çox xahiş edirəm. Nə istəyirsən, yanı ilə hər deyib keçməyək. Yəni, bir sual 10 dəfə baxa bilərik. Amma bilək, öyrənək. Buyurun, eşidirəm. Sual. Müəllim 110. 110. İki düz xəttin kəsişməsindən alınan bucaqlardan biri o birindən 20 dərəcə kiçikdir. Bax kişi, iki düz xət kəsişdirmi? Deyir ki, burada alınan bucaq, bax, burada bir alfandır, bir betadır. Ondan bu alfadirsə, bu da alfadır, betadırsa, bu nədir? Betadır. Burada qarşı bucaq alınır da. Deyir, biri opsiyon 20 dərəcə kiçikdir. Məsəl üçün, bu x-dirsə, bu x plus neçədir? 20-dir. Və mütləq bunların cəmi nə qədər olmalıdır? 180. 180. Ondan bunun biri 100'dür, belə 80'dir, opsiyon neçədir? 100. 100. Cavab olacaq. 100. Bildim müəllim. Davam. Getdik. 112. 114. 112. Yeni sual. 112'ye baxaq. Kəsişən iki düz xəttin, yenə eyni haqq hesab. Kəsişdi mi? Kəsişdi.
Əmələ gətirdiyi bucaqların ikisinin fərqi 46-dır. Məsələn, bu alfa deyirəm, buna beta deyirəm. Deyir alfa minus beta 46-dır. Bəs yaxşı. Alfa plus beta neçə day qalar? 180. 180. Qonşu bucaqlarda. Onda 2 alfa olacaq 226, alfa 113. Alfa 113-dürsə beta nə qədərdir? 67. 67. Müəllim. Bir dəqiqə. Öyle deyim. 114 öyle mi? 114 müəllim. Hı hı. Yenə düz xətlər kəsişir. A, N, P, Q kəsişib dönən M nöqtəsində. A, M, Q. Bax, bu bucaq. 5'də 1 x plus 10'dur. P, M, N. Bu bucaq 4'də 1 x plus 5'dir. Bunlar bir-birə nədir? Bərabər. Niyə? Qarşı bucaqlardır da. Qarşıdakı 5'də zaman 1 x plus 10, 4'də 1 x plus 5. Sağa sola keçsə 20'də 1 x bərabərdir 5, x bərabərdir 100. X 100'dürsə, məsələn burada hesablasaq, 100'ün 5'də 1'i 20 üstə gəl 10. 30, yenə nə qədərdir? 30. Amma bizdən gör nə istəyir bilələkdən? A, M, P. Soldakı bucaq 30 ise 30'un qonşusu nə qədərdir? 150. A, M, P-ni istəyir. Bax, bu tərəf istəyir, sol tərəfdə. Bucaq nə qədərdir? 150 dərəcə. 150. Davam edək. Mən 117. 117 çox gözəl sualdır. Yazan var mı 117-dən? Mən də yazmamışam. Başqa Müəllim, yazan Mən də yaza var. bilmədim, müəllim. Mən də yazamadım. Bir dəqiqə. Neçəyə baxırıq? 117. Bəzən valideynlərə və ya şagirdlərə gecə cavab verirsən, bəzən mən hazırlıqlarımı qutaracaq saat 12-nin yarısı falan, təxminən qutaracaq. Gecənin bir yarısı olur da, həmin vaxtda mesajlara cavab vermirəm. Sonra məsələn valideynlər deyir ki, mənimə yazıb mesajlara cavab vermədi. Baxın, burada 3 dənə bucaq yaranır. A, O, B, B, O, C, A, O, C. Gəl bu bucağı adlandıraq. Məsələn, buna alfa deyək. Buna beta deyək. Buna da bir dənə gamma deyək. Nə gözəl, laf yaxşı. Deyir A, O, C. Görürsünüz? Gamma. Çıxaq A, O, B. Yəni alfa. Nə verib sənə? 36. 36. Yenə A, O, C. Yəni gamma. Çıxaq B, O, C. Yəni beta. Nə qədərdir? 48. 48. Və sən bilirsən ki, burada alfanın, betanın və gammanın, yəni üçünün cəmi nə qədərdir ay qardaş? 360 qədər. 60. 60. Elədir.
Gəlin tərəfə toplayaq. Toplasaq alfalar gedir, betalar gedir. 3 dənə qamma qalır. 408, 400. 44. 44, düzdür. Qamma da bərabərdir 1, 4, 8 dərsən belə qalır, eləmi? 148. Bizdən A, O sinusdur qammanın. Cavab olacaq nə qədər? 148 dərəcə. Bilmirəm, aydın oldu mu yoxsa yox? Aydındır müəllim. Aydındır müəllim. 118 sonuncu sualdır. Bəli. Aynen gözəl. Bəli. İşləyəm o sual qalmasın. O deyir, üzüb ulğumunda saxlamayaq da. Bu sual deyəcək. Amma bizim xeyli suala baxdıq. Hə? 118. Deyər alfa və beta qarşılıqlı bucaqlardır. Bax, yenə də yazırıq. İki xətt kəsişir. Bu olsun alfa, bu olsun nə? Beta. Qarşılıqlı bucaqlarsa mütləq bunların cəmi nə qədərdir? 180. Mən yenə dedim. Qarşılıqlı bucaq deyir bizə. Siz də işinə bir reaksiya vermirsiniz. Qonşu qarşılıqlı bucaq. Bura olsun alfa, bu olsun beta. Onda elə alfa, beta nədir? Bərabər. Demirəm qonşu, bir qarşılıqlı bucaq. A-nın dərəcə ölçüsünü 10% azalır. Bax, A-nı 10% azaldır. Olur 0,9. Yəni 10% getdi alfanın. Betanı 60% artırırıq. 6. Yəni 60% olur 1,6B. O zaman deyir, qonşu bucaq alınır. Yəni 0,9 alfa plus 1,6 beta nəyə bərabərdir? 180. 180. Elə deyilmi? Və şərt qomşuq ki, alfa bərabərdir beta. Bizdən bunların cəmi istəyir. Alfa plus deyir, betanın tapkını. Devam edək. Bəli. Necə Toplayaq. Köməlin yazaq. Alfa ilə betanı toplayanda mənim 2,5 eləyir. Bax, belə bir şey deyək də. Buradakı alfa elə beta nədir? Bərabər. Onda 0,9 alfa, üstə yazaq 1,6 alfa. Onun sayfanın beta nə şeydir? Cəmi nə qədər? 180. 2,5 alfa 180-dirsə, alfa bərabərdir 180 bölünsün 2,5. Düzmü bölür ya? 2,5. Aha. Neçə edər? 144. Elə bil 2-də 5-ə vuruq da. O 36, 72 eləmiş edərsən. Desin 72 eləyir ağa. Bəli. 72 eləyir. Demək, alfa və beta hər ikisi neçədir? 72. Cəmi olar neçə? 144. 4. Aydın oldu. Bəli müəllim. Bəli. İndi bu sualların birazdan qeydini sizə göndərəcəm. İndi sizə əlavə tapşırıq mən verim. Bir dəqiqə mən qeyd dayandırım.